Salam əziz uşaqlar. Bu günləri sizə 2-ci sinifdən onluqların çıxılması mövzusuna aid olan belə bir test toplusu ilə qarşınızdayım. Biliklərimizi möhkəmləndirmək üçün həmişə belə əlavə testlərdən istifadə etməliyik, yəni təkcə dərsliklərlə kifayətlənməməliyik. Ona görə vaxt itirmədən keçək məsələlərimizin izahlarına. Ad günümdə mənə 28 hədiyyə verildi. Bunlardan 10'u qohumlarım, qalanlarını isə dostlarım verdi. Dostlarım ad günümdə mənə neçə hədiyyə verdi? Deməli, əvvəldə cəmi yazıram. Cəmi neçə hədiyyə idi? 28. Çıxıram. Niyə çıxıram? Çünki qohumları 10 dənəsini verib, yerdə qalanları da nəyindir? Dostlarının verdiyidir. Deməli, 28 hədiyyədən 10 dənəsini qohumları veribsə, yerdə qalan 18 dənəni dostları vermiş olub. Qəzet köşkündəki 50 qəzetdən bir neçəsi satıldıqdan sonra köşkdə 10 qəzet qaldı. Uşaqlar, belə bir neçəsi dediyi zaman, yəni tənli ilə işləsək daha rahat olar. Bilmirəm, tənli sizə indi 2-ci sinif üçün çətin mi olar, asan mı olar? 50 dənə qəzetdir cəmi. Bir neçəsi uşaqlar, bu naməlumdur, satılır, yəni azalır. 50 çox x bərabərdir 10 qəzet. Yəni yerdə 10 dənə qəzet qalıb. Neçəsinin satıldığını bilmirik. Bu x-i tapmaq üçün uşaqlar biz nə etməliyik? 50-dən təbii ki, 10'u çıxıram. X da bərabərdir. Neçə? 40. Deməli, sən demə, o bir neçəsi sözünün yerində neçə qəzet dayanırmış? 40 qəzet satılırmış. Davam eləyək. Ustalar hovuz tikmək üçün 95 kisə qum və bundan 70 kisə az sement istifadə etdilər. Ustalar neçə kisə sement istifadə etdilər? Deməli, 95 kisə qum idi. Bundan 70 kisə az sement. Bizdə də təkcə sementi soruşur. Ona görə də 95 kisədən cəmi 95 kisə qum idi. Bundan 70 dənə az sementdir. Amma sementin nə qədər olduğunu bilmirəm. Az dediyinə görə çıxıram. Qalır yerdən neçə? 25. Deməli 25 kisə nəymiş? Sement imiş. Davam edirik uşaqlar. Qrafin 15 fincan meyvə şişəsi tutur. Cəmi 15 fincan tuturmuş. 10 ədəd fincanı şirə ilə doldurduqdan sonra qrafində neçə fincan şirə qalar? Deməli, uşaqlar, bizim qrafinimiz 15 fincan tutur. 10 fincanı doldurublar. Təbii ki, 15-dən 10'un çıxmalıyam ki, yerdə qalanını tapım. Neçə fincan qalıb? 5 fincan şirə qalıb. Daha sonra Samirin 77 manat pulu var. O, dostuna 20 manat borc verdikdən sonra nə qədər pul qaldı? Cəmi 77 manat pulu var imiş. 20 manatını verib. 20 manatını vermək nədir uşaqlar? Satmaq, vermək, aparmaq. Bunlar azaltmaqdır. Yəni, çıxma əməlinə bizə işarə göstərir. 77-dən də 20 çıxan zaman görürük ki, 57 manat pulu qalıbmış. Oyuncaq mağazasına 19 ədəd gəlincik və bundan 10 ədəd az maşın gətirildi. Yəni, mağaza neçə maşın gətirildiyini soruşur. Burada cəm soruşmur. Ona görə də azı görürük. Düşünmədən nə edirik? Cəmi deməli 19 ədəd gəlinciymiş. Bundan da 10 dənə az maşın imiş. Nə edəcəm uşaqlar? 19'dan az dediyinə görə çıxacam. Tapacam ki, 9 nəymiş? Maşın gətirilibmiş. Daha sonra 7-ci məsələmizə keçək. Fəhlələr parkdakı 80 ağacdan bir neçəsini əhənglədikdən sonra 60 əhənglənməmiş ağac qaldı. Fəhlələr neçə ağac əhənglədilər? Deməli, 80 ağacdan uşaqlar bir neçəsini əhənglədilər. Həmin bu bir neçə sözünü bayaq biz işləmişdik. Onun yerinə gəlin belə yazaq. 80 çıx x bərabərdir 60. Deməli, bir neçəsini rəngləyiblər. Yerdə 60 dənə rənglənməmiş, yəni əhənglənməmiş ağac qalıb. X da bərabərdir. Mən tapmaq üçün nə etməliyəm? 80-dən 60'ı çıxıb, x da bərabərdir 20. Deməli, fəhlələr sən demə 20 dənə ağacı rəngləyiblərmiş. Limandan 43 gəmidən bir neçəsi yola çıxdıqdan sonra limanda 30 gəmi qaldı. Neçə gəmi yola çıxdı. Burada da uşaqlar bir neçəsi dediyi zaman tənlik formasında işləmək bizə daha rahat gəlir. Yazıram 43, həmin o bir neçəsini çıxıram, yəni x-i çıxıram, alıram 30. X-in da bərabərdir, nə edəcəm? 43-dən təbii ki, 30'u çıxacam ki, x-in qiymətini tapım. X da bərabərdir 13. Deməli, neçə gəmi yola çıxılmış? 13 gəmi yola çıxılmış. Hələlik uşaqlar.